Bismillahirrahmanirrahim və bihi nesta'in. Allahumma salli ala Muhammed və ali Muhammed. Selamun aleykum və rahmetullah əziz dostlar. Hər vaxtınız xeyir olsun. Yəmani cəryanı haqqında danışırdıq. Biz ötən bəhsimizdə Yəmani cəryanının komitələri barəsində danışdıq və qeyd etdik ki, 6 dənə komitəsi var. Maliyyə və hərbi komitə bu cəryanın necə bir təhlükəli cəryan olduğunu bizə göstərdi. Bugünkü bəhsimizdə isə Yəmani cəryanının qolları barəsində danışacağıq. Yəmani cəryanının 4 əsas qolları var və bunlar bir-birlərini qəbul etmirlər. Yəni bölünüblər, ayrılıblar. Əhməd İsmaili hər dördü qəbul edir, lakin hərəsi öz yolu. Məsələn, bu deyir, sən batilsən, mən Əhməd İsmailin davamçısıyam, o deyir, sən batilsən, mən onun davamçısıyam. Yəni 4 dənə məzhəbə ayrılıblar, 4 dənə qrupa ayrılıblar. Birinci qrup məktəb Nəcəf məktəbidir. Bu məktəb Seyyid Vasiq Əl-Hüseyni və Şeyx Kazım Əl-Uqeyli ki danışmışdı və Seyyid Həsən Əl-Həmmami ki o mərci təqlidin oğlu idi, Nəcəf məktəbini yaratdılar. Bir müddət sonra Həbib Əs-Səidi bu məktəbə əlavə olundu. Bunlar tanınmış şəxsiyyətlərdir. Deməli, bunların işarə edici ki, bir-birlərindən fərqli cəhətləri nədir? Bu məktəbin etiqadına əsasən və onlar rəvayətlə gətirirlər. Əhməd adında bir şəxs İmam Zamanın oğludur, İmam Zamanın elçisidir və İmam Zamanın zuhurunu hazırlamaq üçün bu şəxs gələcək və zuhur edəcək. Yəni İmam Zaman kimi qəbul etmirlər. İmam Zamanın oğlu kimi qəbul edirlər. İmam Zamanın elçisi kimi qəbul. Bunu yadınızda saxlayın. Nəcəf məktəbi Əhməd İsmaili imam kimi qəbul etmirlər. İmamın oğlu və elçisi kimi qəbul edirlər. Bunlar təbii ki, əsas Nəcəfdə olurlar və xüsusi yerləri ki var. Adresləri, məsələn deyilin, Babul Qiblə, Şari'ül Qiblə, Şari' Bənatül Həsən orada yerləşirlər. Həsən Əl-Həmmamin dedikdə atası mərəci təqliddən idi, İraq mərəci təqliddən idi və özü əvvəllər sürücü olub, daha sonra bu cəriyana qoşulub. Amma digər məktəb ki, önəmlidir, bu artıq birincidən fərqlənir və Azərbaycanda olan Yəmanilər də bu məktəbin davamçılarıdır. Qara bayraqlılar və ya Misir məktəbidir. Bu Misir məktəbinin dedik, danışmışdıq əlbəttə bir dəfədə, Əbdullah Haşim rəhbəridir. Yəni o rəhbərlik edir bu məktəbə. O Zuhur sənədli filmini düzəldən. İndi də yaşayır və Azərbaycanda YouTube kanallarına baxsaz, onun sözlərini tərcümə edirlər və onlardan soruşanda ki, siz dini təhsil almısınız? Deyirlər ki, bəli, biz xüsusi hövzədə oxumamışıq, amma Əbdullah Haşimin kitablarını oxuyuruq biz. İmam Abdullah Haşim, imam, ikinci imam. Əbdullah Haşimə görə Əhməd İsmail birinci imam idi. Qeybə çəkilib. İkinci imam da Əbdullah Haşim özüdür. Bunlar Əbdullah Haşimin qeybə çəkilməyinə inanırlar. Onların etiqadına görə o hadisə ki, baş verdi 2007-ci ildə Əzzərqə düşərgəsində, o hadisədə Əhməd İsmail qeybə çəkildi. Əlbəttə, biz dedikdə imarətə qaçdı. Hər halda bunlar deyirlər, yox, qeybə çəkilib. Və həmçinin onların etiqadına görə bunlar daha təhlükəlidir. Çünki bunların etiqadına görə Nəcəf məktəbinin şeyxləri mürtəddirlər, xəyanət edirlər və onlara görə onlar Allahın hakimiyyətini sındırırlar və qanun da halal bilirlər, təbii ki, mərzi təqlidlərini. Və həmçinin onlar iddialarından da biri budur ki, Məlik Əbdullah Ərəbistanın padişahı ki, dünyasını dəyişdi. Bunlar 12 nəfər bayraq, deməli o bayrağın tərəfdarları seçdilər və güya İmam Zamanın yanına apardılar və İmam Zaman onlarla görüşdü və dedi ki, Nəcəf məktəbi yolunu azıb, bir iş görmək lazımdır. Bu birinci şəxsiyyətdir, Əbdullah Haşim. İkinci şəxsiyyət Əli Əl-Ğureyfidir. Əli Əl-Ğureyfi də özünü
İmam Zamanın, yəni Əhməd İsmailin övladı adlandırır. Yəni elçisi adlandırır. Abdullah Haşimi imam bilir, özünün imamı bilir, Ali Əl-Qureyfi və özünü də Əhməd İsmailin övladı bilir və canişini bilir. Və onun etiqadına görə 2007-ci ildə Əhməd İsmail qeybə çəkilib və özür və indiyə qədər də zuhur eləməyib. Və həmçinin bunların etiqadına görə o kitablar ki çap olunur, yeni kitablar Əhməd İsmailə nisbət verilir və səs yazıları, nə bilim, Facebookda deyək ki, kommentlər, şeylər ki yazılır, rəylər ki yazılır və digər məsələlər, bunlar hamısı o birinci qrupun Nəcəf məktəbinin işləridir. Yəni Əhməd İsmail qeybdədir və bu işlə məşğul deyil. Yəni Həmmami ki biz dedik ya, o eləyir. Yəni qəbul etmirlər də Əhməd İsmailin yazı, onların nəzərinə görə, birincinin nəzərinə görə bunlar Əhməd İsmailin yazılarıdır. Amma ikinci qrupun, yəni Misin qrupunun qolunun nəzərinə əsasən xeyr. Aralarında ixtilaf var, ciddi ixtilaf var, hətta bir-birlərini təkfir belə edirlər. Abdullah Haşim barəsində bir məsələyə toxunmaq istəyirəm. Bu şəxs kimdir? Railyan Mason firqəsi deyirlər də, bunlar onun üzvüdür. Təsəvvür edin ki, Rail xüsusi bir termindir, yəni deyirlər mənası Allah deməkdir. Railiyalar, yəni Allahlar. Bunlara görə göy cisimləri, Railin əsl mənası dedikdə Tanrıdır, göy cisimləri bu kainatı idarə eləyir. Ulhim, məsələn, Elohim daha doğrusu şey var, adını qoyurlar. Yəni kosmik varlıqlar, uçan deyirlər ki, məsələn deyirlər bunlar uçur göydə, məsələn bəzi filmlərdə də görürsünüz. Onlar bu aləmi idarə eləyir və peyğəmbərlər də onların tərəfindən gəlib. Yəni bunlar Allaha inanmırlar, bizim dediyimiz Allaha inanmırlar. Göy cisimləri, fəza varlıqları, yad planetlilər bu kainatı idarə eləyir. Onlar peyğəmbərləri göndərir. Təsəvvür edin, Abdullah Haşim bu qrupun özvüdür. Azərbaycanda olan Yəmanilər də Abdullah Haşimin davamçılardır və onları özləri üçün imam bilirlər. Və üçüncü qrup, inşallah bunlar barəsində bir-bir danışacağıq. Yəni mənada, yəni bunların xüsusi etiqadları, fiqhi məsələləri inşallah toxunacaq. Etiqadlar bölməsində məxsusan bu məsələlərə toxunur. Üçüncü qrup Əhlas qrupudur. Bu qrup İranlı bir dənə Məhdi Rəhimi adında şəxs ki, Almaniyada yaşayır. O idarə edir və onun tərəfindən təşkil olunub. Və İmam Sadiq əleyhissalamın bu rəvayətindən onlar bu adı qoyublar. Məsələn, Südeyr Sirəfi şəxs gəldi imamın yanına. İmam Sadiq ona dedi ki, ya Sədiru, ya ilzəm beytək, evində qal və kun hilsən min əhlası, özünü qoru, vəskun ma səkənəlləyl və gecə gündüz ancaq evində qal, yəni qiyam eləmə. Fə izə bələğə ənəs Süfyaniyyə qad xarəcə fərhəl eləyinə. Elə ki, eşitdin Süfyanı xuruc eləyib, çıxıb, bizim tərəfə köç və əla rizik, hətta piyada olsan belə. Baxın, bunlara görə heç nə eləmək lazım deyil, evdə oturmaq lazımdır, bir iş görmək olmaz və həmçinin onlara görə Əhməd İsmail İmam Zamanın vəsisidir və İmam Zamanın göndərdiyi şəxs. Deməli, onlar da Əhməd İsmaili imam bilmirlər. Onlar da imam bilmirlər. Sadəcə onun göndəricisi bilirlər. Və xəlifələrdən hesab edirlər əlbəttə və hətta onlara görə Əhməd İsmail cavab da verir onların sualı. Sonuncu Zeyşul Qəzəbil ilahidir. İlahi qəzəb. Bu da önəmli bölmələrdən biridir ki, Əhməd İsmailin davamçılarındandır. O Əzzərqə düşərgəsində ki, 2007-ci ildə müharibə baş verdi, onların arasında qarşı durma. Əbdülrəzzaq Əl-Cabiri adında şəxs Əhməd İsmailin nümayəndəsidir. Bu gəlib dedi ki, mən müstəqiləm. Və Nəcəf məktəbi, daha sonra Misir məktəbi və Əhlas məktəbini inhirafçı adlandırdı, yəni azğın adlandırdı. Və ondan sonra bu məktəbə rəhbərlik etməyə başladı. Bu əslində etiqadi bir məktəb. Yəni daha doğrusu
hərbi bir məktəbdir. Elə düşünürəm bu qədər bəs eləyər. Allahın izni ilə yenə də danışarıq bunlar barəsində. Bunların xüsusi bir düşərgələri yoxdur. Pərakəndə formasında yaşayırlar, amma hər halda bu adı özlərinə nisbət veriblər. Əsasən silahlandırma işləri ilə məşğuldurlar, təlim keçirlər və bu cür işlərlə. Və həmçinin bunların bir bəyaniyyəsi oldu. O bəyaniyyədə gəlib dedilər ki, digər Əhməd İsmailin tərəfdarları bizə qoşulmalıdır. İnşallah növbəti bəhsimizdə artıq cüz'iyyat məsələlərinə, etiqadi məsələləri keçid alacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.